Növbəti rubrikimiz real dünya problemlərinin həlli və innovasiyaya aiddir. Real dünya problemləri həlli və innovasiya bilik quruluşu və əməkdaşlıqdan fərqli olaraq 4-ə kimi kodlanır. Səviyyə 1-də öyrənənlər yol hərəkəti qaydalarını onlara verilən materialdan öyrənirlər. Heç bir problem yoxdur, fəaliyyət var. Biz demişdik ki, real dünya problemlərinin həlli və innovasiya rubrikində birinci kodda ümumiyyətlə problem yoxdur, sadəcə fəaliyyəti görmək olur. Kod 2-də isə öyrənənlər sadə külək turbini maketini hazırlayırlar. Burada biz demişdik problem var, lakin real dünya problemi deyil. Hal-hazırda maket olduğuna görə biz onu real dünyasında deyil, sadəcə maket üzərində olan problem kimi götürəcəyik. Kod 3-də isə öyrənənlər sadə su filtri modelini hazırlayır, hansı materialın suyu daha yaxşı təmizlədiyini araşdırır və bunu müəllimə təqdim edirlər. Biz demişdik ki, problem olmalıdır və onun real dünyasında mövcud olmalıdır. Lakin müəllim auditoriya sayılmır. Biz auditoriya mütləq lazımdır ki, kənar şəxslər olsun, yəni ondan faydalanan tərəf olsun. Hal-hazırda görücü bir dənə bəli, su təmizliyi ilə bağlı bir problem var. Lakin problemi müəllimə təqdim ediblər. Elə səviyyə 3-ə uyğun olaraq bir nümunə təqdim olunub. Keçirik səviyyə 4-ə. Öyrənənlər yol qəzalarının qarşısını almaq üçün maşının tormoz məsafəsini araşdırır və nəticə əsasında müəssisə yaxınlığında təhlükəsiz yol hərəkəti qaydaları hazırlayır və bunu Bakı Nəqliyyat Agentliyinə təqdim edirlər. Hal-hazırda gördüyünüz üzrə verilən ssenaridə problem var. Problem real dünyada mövcud olan problemdir və problemi həll edəcək tərəf qeyd olunub. Diqqət etməyiniz lazım olan məqam isə hər bir rubrikdə müəllimin auditoriya kimi götürülməməsidir. Müəllim auditoriya ola bilməz. Müəllim yalnız qiyməti yazan tərəfdir.